Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Baş həkim verilişi efirdədir. Son illər tibb dünyasında ən çox müzakirə edilən, hətta insan bədəninin ikinci beyni adlandırılan bir sistem var. Bağırsaq mikrobiotası. Çox vaxt elə bilirik ki, bağırsaqlarımız sadəcə həzm prosesinə cavabdehdir. Amma siz demə bədənimizin ümumi immunitetindən tutmuş əhval-ruhiyyəmizə, yorğunluğumuza və dərimizin gözəlliyinə qədər hər şey oradakı faydalı bakteriyaların balansından asılıdır. Bəs bu balansı qorumaq üçün nə etməliyik? Hansı qidalar daxili ekosistemimizi məhv edir? Hansılar isə canlandırır? Studiyamızın qonağı Leyla Medical Center'ın gastroenteroloq endoskopisti doktor Anar Salayevlə məhz bu haqda bugün danışacağıq. Xoş gördük Anar doktor və elə istərdim birinci mikrobiotadan. Biz əslində mikrobiota yox, elə bizə baxan tamaşaçılar da daha çox mikroflora sözünü eşidib. Amma müasir tibbdə sübut olundu ki, bu mikroflora yox, çünki flora bitkidir və həmin indi danışacağımız o canlılar heç də bitki deyil və canlı mikroorqanizmdir. Məhz bu səbəbdən də mikrobiota deməyə başladıq. Nədir mikrobiota və nədən ibarətdir bizim orqanizmimiz? Xoş gördük, çox sağ olun dəvətə görə. Öncə onu da qeyd edeyim ki, həqiqətən siz qeyd etdiyiniz kimi, öncə bu bağırsaq ümumiyyətlə bir boru kimi, ötürücü boru hesab olunurdu. Lakin tibb inkişaf etdikcə və müəyyən eksperimentlər, təcrübələr aparıldıqca belə sübut olundu ki, bağırsaq özü qeyd etdiyiniz kimi böyük bir gizli orqan olaraq böyük bir ekosistemə malikdir. Bu ekosistemdə trilyonlarla hüceyrələr var. Bu hüceyrələr, bu bakteriyalar, viruslar, göbələklər, yəni bunlar hər biri bir funksiyanı yerinə yetirir. Çəkisi təxminən hər bir insanın çəkisinin harca kilo yarım 2 kiloqramını təşkil edir. Yəni o ümumi miqdarın deyirsiniz. Bəli, ümumi miqdar təbii ki, bu individualdır, hər kəsdə fərdidir. Hər kəsdə fərdidir, amma ümumi 2 kiloqrama qədər hər kəsin bir ekosistemi var. Yəni burada həm xeyirli, həm zərərli mikroblar, bakteriyalar, viruslar, göbələklər var ki, bunlar bizim həm mikrofloramızdır, həm mikrobiotamızdır. Çünki mikrobiota təkcə yoğun bağırsaq deyil, eyni zamanda bizim digər orqanlardan olan mədənin özündə, ağciyərlərdə, dərinin üzərində ki, yenilənən orqanlarda daima bu mikroflora, mikrobiota var. Bunlar daimi yenilənir, öz-özünü təzələyir. Amma bunlar nə üçündür? Bunların hər birinin bir funksiyası var. Bunlar, bayaq da qeyd etdiyiniz kimi, immunitetin formalaşmasında. Əvvəllər bağırsaqda, məsələn, qeyd edirdilər ki, immunitet bizim digər orqanlarla daha çox əlaqədardır. Amma sübut olundu ki, bu mikroblar özlərindən xüsusi vitaminlər sintez edirlər, xüsusi neyrotransmitterlər ifraz edirlər ki, bunlar bizim, məsələn, əhval-ruhiyyəmizə təsir edir. Bunlar bizim immunitetimizi təşkil edir. Bundan əlavə bir çox həzm sistemində iştirak edir, metabolizmdə iştirak edirlər. Və təbii ki, bunların ziyanvericiləri də var, amma bunlar arasında daima bir balans var. O balans orqanizm tərəfindən qorunur və xüsusi bir sistem vasitəsilə bu saxlanılır. Ta ki, insan ona müdaxilə edənə qədər. Yəni, biz ona müdaxilə edirik və o sistemi pozuruq. Çünki bu sistem pozulmasa, çox mükəmməl bir sistem olaraq çalışır. Bizi hər cür xəstəliklərdən, bütün bizim o nasazlıqlardan qoruyur. Və bu sistemin pozulması insan tərəfindən olur. Təbii ki, bu qidalanma pozğunluğu, düzgün qəbul edilməyən preparatlar, lazımsız dərmanlar, ətraf mühitin təsiri, bütün bunlar həmin mikrofloranı pozur. Bundan əlavə, zərərverici o qidaların təsirindən mikroflora o qədər pozulur ki, onları sonradan bərpa eləmək də çox çətin olur. Aylar, həftələr, bəzən illər lazım gəlir və bir çox xəstəliklərə də gətirib çıxarır. Sübut olunub ki, bir sıra bağırsaq
xəstəliklərinin, iltihabi xəstəliklərin, qıcıqlanmış bağırsaq sindromunun əsasında mikrobiotanın pozulması böyük rol oynayır. Ona görə də bugün elm günü-gündən bu mikrobiotanı hələ də öyrənir. Çünki tam öyrənilməyib. Fərdi olduğu üçün müəyyən mikrobların, o bakteriyaların miqdarı hər kəsdə dəyişilir. Bu həm onun qidalanma tərzi, həyat tərzi, məruz qaldığı o ətraf mühitin təsiri, ruh halı, depressiya, sinir sistemi ilə əlaqədardır. Eyni zamanda da insanın xəstəlikləri. Yəni hər bir insanın özünə məxsus o yaş artdıqca müəyyən xəstəlikləri var. O da mikrobiotaya təsir göstərir. Doktor, siz qeyd etdiniz, immunitetin məhz formalaşması bağırsaqda baş verir və bildiyim qədər hətta 70% immunitetimizin formalaşması məhz bağırsaqda baş verir. Nə edirik ki, biz həmin o mikroorqanizmlərə zərər veririk? Zərərli qidalar dediniz. Bu zərərli qidaları nə qədər vaxt biz qəbul etməliyik ki, artıq həmin bakteriyaları məhv edək? Mən deyərdim ki, 80-90% immunitetin. Məsələn, adi serotonini götürək. Serotonin xoşbəxtlik hormonu kimi hər kəs bilir onu. Serotonin 90%-i bağırsaqlarda ifraz olunur, bağırsaqlarda sintez olunur. Və bağırsağın normal işləməsi, bağırsağın normal olması insanın bayaq dediyim kimi o xoşbəxt olmasına da gətirib çıxarır. Amma biz müəyyən qidalarla, o sadalayacaq onları, məsələn, adi şəkərli qidalar, işlənmiş qidalar, paketlənmiş qidalar, emala məruz qalmış qidalar, istənilən şəkər, ət məhsulları ola bilər bunlar. Bunların az miqdarda belə qəbul edilməsi bir həftə ərzində hətta bağırsaq mikrobiotasının dəyişilməsinə gətirib çıxarır. Və bir həftənin ərzində bu mikrobiota özünə gəlmək istəyir, belə deyək, yəni lor dildə desək. Ona görə də hər bir yediyimiz qida, qədimdə müdriklərin bir sözü var idi. Qidan sənin dərmanın olmalıdır, ilacın olmalıdır. İlacın da sənin dərmanın olmalıdır. Təəssüf ki, biz qidaya belə baxmırıq. Qidaya biz əyləncə, sadəcə mədəni doldurmaq, bir o acılıq hissini söndürmək kimi bir məşğuliyyət kimi baxırıq. Amma qida bizim dərmanımız olmalıdır və biz onun həm keyfiyyətinə, həm də kəmiyyətinə diqqət eləməliyik. Əslində siz danışdıqca mən fərqinə varıram baş verənlərin, məsələn, ətrafdakıların, istəyir o iş yoldaşlarım olsun, istəyir evdəki olsun. Bizim yadımızdadır, siz də təsdiqləyirsiniz. Belə bir kəlamımız var idi. Malım gedincə canım getsin. Yemək 2 gün qalırdı, 3 gün qalırdı soyuducuda və biz onu yeyirdik. Amma əslində qətiyyən olmaz. Yəni maksimum bir gün soyuducuda qala bilər. Artıq kartofun özü sulu qidaların içində olmaz o qədər saxlamaq. Ondan sonra fast foodlar bu günlərim nə qədər biz onu yeyirik. İstəyir o dönərlər olsun, istidə olsunlar. Yəni çox təəssüf. Və bunu danışdıqca fərqinə varırsan ki, biz necə ziyan veririk özümüzə. Çox təəssüf ki, bugünkü dünyamızın o daima o sürətli həyat yaşayırıq biz və o atışdırmalar, o fast foodlar, tez qəbul olunan qidalar bizim həyatımızın bir hissəsi olub. İstər-istəməz biz onlara bulaşmışıq artıq. Amma o fast foodlar nə qədər orqanizmə ziyandır. Təbii ki, ildə 1-2 dəfə biz qəbul eləsək onları, orqanizm özü o balanslaşdırıb onu ziyanın öhdəsindən gələcək. Amma bu gündəlik olanda biz orqanizmin işinə müdaxilə etmiş oluruq. Müdaxilə edirik və sistemi pozuruq. 1 dəfə, 2 dəfə, 5 dəfə, 10 dəfə və artıq sistemdə başqa problemlər üzə çıxanda təəssüf ki, biz onu həmin o qida rasionumuzla əlaqələndirmirik. Biz onu deyirik, yəni hardansa bir xəstəlik tutdum, hardansa bir infeksiya gəldi. Əslində o kökdən, ana bətnindən başlayaraq o qidalanmadan başlayır. Ekosistem. Adi, məsələn, təcrübələrlə sübut olunub ki, qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlardan təbii doğuşla olan uşaqların mikrobiotası çox fərqlənir. Ana südü ilə böyüyəndə, qidalananda. İlkin doğuşdan başlayır. Təbii doğuşla olan uşaqların mikrobiotası çox zəngin və sağlam olur. Çünki o təbii yollardan keçərkən o ananın mikrobiotasını alır, mənimsəyir və sonra da bu süd
verilən zamanda da o 2 il müddətində bizim dini Quranımızda da var ki, 2 il müddətində o südlə qidalanan qadın, uşaq mikrobiotası zəngin olur, immuniteti möhkəm olur, bütün o infeksion xəstəliklərə qarşı davamlı olur. Amma qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda sübut olunur, bu fərqlidir. Piylənmə, qaraciyər piylənməsi, şəkərli diabet, artıq onlar buna namizəd olurlar. Yəni, bu da sübut olunub artıq. Ona görə də bizim qidalanmağımız çox önəmlidir. Doktor, bizim sponsor məlumatımız olacaq, sonra söhbətimizi davam edəcəyik və Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 7/24 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, yəni istənilən məkanda müşayiət. Ətraflı məlumat üçün isə siz ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Anar doktor, yay mövsümüdür və yay mövsümü dəniz mövsümü. Çoxumuz dənizə üz tuturuq və elə burada da yenə də bağırsaqlar artıq təhlükə altına alınır. Nə baş verir? Suyu uduruq, qidalar yenə qəbul edirik, hansı ki günəş altında qalır. Ümumiyyətlə, mütləqmi biz o dəniz suyu ilə təmasda olduqsa və salam bağırsaqdakı mikrobiotamız zərərlənəcək? Aktual məsələdir bu. Hər il bu aktual sual meydana çıxır. Adətən açıq su hövzələrində, axarlı olmayan su hövzələrində və göllərdə, xüsusən də dənizdə olan bu problem xüsusi bağırsaq infeksiyalarının yayılmasına, bağırsaq qripi deyilən el arasında xəstəliyin yayılmasına gətirib çıxarır. Təkcə bu su hövzələrindən deyil, eyni zamanda qeyd etdiyiniz kimi qidalanma, yəni düzgün qidalanmayan, ərzaq məhsullarının düzgün qorunmasın, düzgün saxlanılmayanda, ağzı, yəni üstü açıq, günəşin birbaşa təsiri altında süd məhsulları, ət məhsullarıdır ki, bunlar tez xarab olmağa məruz qalır. 1-2 saat ərzində artıq burada stafilokok infeksiyası inkişaf eləyir, orada zəhərlənmələr meydana gələ bilir. Təbii ki, eyni zamanda həmin su hövzələrindən də bizə rotaviruslar, neuroviruslar keçir. Təbii ki, miqdardan asılıdır. Az miqdarda biz qəbul eləyəndə orada əgər varsa, orqanizm bunu öz öhdəsindən gəlir. Orqanizm bunu xüsusi kiçik bir dəyişikliklərlə öhdəsindən. Amma küllü miqdarda, yəni epidemiya şəklində bu infeksiyalar olanda hərarət, qarın ağrısı, ürək bulanma, iştahsızlıq və qusma ilə nəticələnən bu bağırsaq infeksiyaları meydana çıxır. Ən çox da uşaqlar zərər görür və son illər ərzində siz də qeyd etdiniz, rotavirus. Bunu tez-tez eşidirik, ishal, qusma. Əslində heç illər öncə bu qədər tez-tez rast gəlinmirdi uşaqlarda bu. Bəli. Viral infeksiyaların ən içində, ən belə deyək də, geniş yayılmışıdır daha çox isti yay mövsümündə və müalicəyə də xüsusi bir dərmanı olmayan viruslardır. Yəni, yalnız dəstək vasitəsilə müəyyən antiviral infeksiya dərmanlar verilir, amma onlar spesifik deyil o virus üçün. O virusu öldürən deyil. Təbii ki, burada birinci baş verən ishaldır. İshal özü orqanizmin bağırsaq funksiyasını qorumaq üçün və o agenti orqanizmdən uzaqlaşdırmaq üçün olan bir simptomdur. İshaldan əslində qorxmaq lazım deyil. Amma dayanmadan, günlərlə davam edən və gündə 5, 10, 15 dəfə davam edən ishal, bədən su itirir. Bədənin suyu, orada natrium, kalium, makroelementlər itirilir və ürək sistemi, sinir sistemi zədələnir və burada qıc olmalara qədər gətirib çıxara bilər. Hətta temperaturun da qalxması baş verir. Orqanizm yəni mübarizə aparır bununla. O zaman dəstək verilməlidir. Ona görə də bu rotaviruslar, neuroviruslar müstəqil olaraq evdə müalicə olunmamalıdır. Birinci növbədə infeksionistin, gastroenteroloqa birinci gəlirlər olar. Təbii ki, biz də onu bəzən, yəni əgər infeksiya varsa orada aşkarlanırsa,
o zaman biz onu infeksionistə yönləndiririk və bəzən də stasionar şəkildə onlar müalicə almalıdırlar. Doktor, necə düşünürsünüz? Bizim ümumiyyətlə bağırsaqlarımız daha çox zərəri yay mövsümündə görür, yoxsa qış aylarında? Nədən soruşuram? Çünki biz yay aylarında da belə bir söz eşidirdik tez-tez, bağırsaqlarıma soyuq dəyib. Varmı həqiqətmi belə bir şey, yoxsa mifdir bu? Yəni bağırsaq qripi dediyimiz, bu bağırsaq yəni qışda da ola bilər. Yəni bu bayaq dediyim o infeksiyalardan, amma yayda biraz o qidalanma bayaq dediyim kimi günəşin təsirindən məsələn hər kəs özü ilə bir meyvə tərəvəz, süd məhsulları dənizə götürür və ya uzun müddət bir rayona gedir. Məsələn, onlar açıq qalanda o daha çox rast gəlinir yay vaxtı. Ona görə də bəzən yayla daha çox əlaqələndirirlər, amma bütün dövrlərdə o mümkündür, yəni ola bilər. Sadəcə o bağırsaq infeksiyalarının ondan başqa, yəni təkcə bu rotaviruslar deyil. Burada başqa hətta çox təhlükəli infeksiyalar ola bilər. Salmonelloz ola bilər, məsələn, bu ət məhsulları düzgün qaynadılmayanda, yumurtadır, məsələn, bunlar qaynadılmayanda, düzgün bişirilmədikdə zəhərlənmə ola bilər. Ondan başqa konservalardan istifadə edəndə. Daha çox qidadır. Bəli, sadəcə üst-üstə düşəndə, məsələn, kimsə kondisioner altında oturur və yaxud da pəncərələr açıq qalır, düşünür ki, bağırsağıma soyuq. Dizenteriya, məsələn, açıq su hövzələrindən olan şigilyoz deyirik biz elmi dildə, dizenteriya. Yəni o özü də ishal verir, qanlı ishal verir. O da yəni yay dövründə daha çox yayıla bilir. Ona görə də yəni bu infeksiyaları heç kəs sığortalanmayıb. Ona görə mütləq birinci gigiyena. Gigiyena mütləq qorunmalıdır. Bir də doktor, istərdim siz antibiotik və prebiotiklərdən danışasınız. Yəni bugün də elə bir adamlar var ki, antibiotikləri yenə də həkim məsləhəti olmadan qəbul edirlər və prebiotiklər də bugün dəb halını alıbdır. Və hər kəs istənilən halda apteka gedib həmin o prebiotikləri yenə də məsləhət almadan qəbul edə bilər. Aktual məsələdir, çox sağ olun sualınıza görə, maraqlı sualdır. Probiotiklər və prebiotiklər var. Probiotiklər bizim dediyimiz həmin o canlı mikroblardır. Bədənimizə, bizim orqanizmə, bağırsağa lazım olan mikroblardır. Məsələn, laktobakteriyalardır, bifidum bakteriyalardır. Bunlar bizim həmin o gündəlik yediyimiz qatıqda, süd məhsullarında, kefirdə var. Yəni bunlar. Onlarla biz həmin o canlı bakteriyaları qəbul edirik və ya qida əlavələri olaraq əlavə alırıq, onu qəbul edirik. Bir də var prebiotiklər. Prebiotiklər isə dediyimiz, bunlar təbii liflərdir, təbii bitki məhsullarıdır. Bunlar həmin o mikrobların qidasıdır. Sağlam, yəni o yediyimiz bitki lifləri, tərəvəzlər, meyvələr, daha çox məsələn bunların tərkibində içindən məsələn sadalamaq olar. Sarımsağıdır, soğandır, göy soğandır, o prasadır və bitki lifləri. Hər cür yediyimiz bitki lifləri həmin o mikrobların qidasıdır. Bunlar çox vacibdir əslində. Çünki bayaq dediyimiz kimi lazımsız antibiotiklər təyin, həm həkim tərəfindən bəzən körpə yaşlardan düzgün dozada olmayanda və ya xəstənin özünün, yəni təəssüf ki, bizdə apteklərdə antibiotiklər reseptsiz satılır. Xarici ölkələrdə bu belə deyil. Yox, bəli, xarici ölkədə almaq olmaz. Adi göz antibiotikini belə almaq olmaz. 3-5 günlük təyin olunan antibiotiki bəzən xəstə daha yaxşı təsir eləsin deyə 15 gün içir, 2 həftə içir və ya öz başına özü istədiyi vaxtı, nə vaxtsa yaxşı təsir eləyib, götürüb onu alır, təsir eləyir. Həmən bu antibiotiklər öldürücü təsir göstərir. Bizim immunitetimizi öldürür. Niyə görə? Mikrofloranı, mikrobiotanı məhv edir. Məhv etdiyi üçün də həmin mikrobiota deməli bu zərər görən kimi, yəni məhv olduğu üçün biz onu zənginləşdirməliyik. Orqanizm bayaq dediyimiz kimi öz-özünü bərpa etməyə malikdir və ona biz kömək eləməliyik. Ona görə də o prebiotikləri biz daima, təbii qidalardır onlar. Həmin biz onları nə etməliyik? Rasionumuza daxil etməliyik. Plus probiotiklər. Yəni həmin o məhsulları da yeməliyik ki, bəli, balanslaşdırılmış, bəli. Yəni bunlar lazımdır, bunlar qəbul olunmalıdır. Əgər insan kifayət qədər doğru düzgün qidalansa, gündə rasionuna təzə, mövsümi meyvə tərəvəzi qəbul eləsə, o əlavə deməli qida əlavələrinə ehtiyac qalmaz. Amma təəssüf ki, bəzən lazım olur.
bəzi xəstəliklərdə uzun müddətli nəzarətsiz antibiotika terapiyadan sonra ki, o mikrobiotanı bərpa eləmək üçün həkimlər tərəfindən düzgün olaraq əlavə qida əlavəsi olaraq təyin olunur ki, bu mikrobiotanı bərpa olunsun. Doktor, və sonda qısa olaraq biz bugün qidamıza nələri əlavə edək ki, bu problemlərlə üzləşmək və nələri çıxardaq tamamilə? Daha çox təbii lif, mütləq, meyvə tərəvəz, təbii şəkildə, yaxşı yuyulmuş şəkildə, tərəvəzlər, bayaq dediyim kimi, meyvələr, tərəvəzlər mütləq qəbul olunmalıdır. Ondan əlavə təbii süd məhsulları, fermer məhsulları, süddir, kefirdir, qatıqdır, evdə özümüz çala biləcəyimiz, yəni analarımızın, nənələrimizin o probiotikli, zənginləşdirilmiş kəsmiklərdir, bəli, təzə südlərdir, süzmədir, pendirdir. Bunlar hamısı təbii probiotiklərdir. Bunlardan bol miqdarda istifadə etməliyik. Nəyi çıxartmalıyıq? Çıxartmalıyıq şəkərləri, azaltmalıyıq, süni şəkərləri, şəkərli içəcəkləri, işlənmiş ət məhsullarını, kalbasa, sosiska minimala endirməliyik ən azından. Təbii ki, tam çıxartmaq olmur, amma minimum endirib bunları çıxartmalıyıq. Paketlənmiş hazır məhsulları çıxartmalıyıq ki, bizim orqanizmimiz özü-özünü bərpa edə bilsin. Çox sağ olun, doktor. Təşəkkür edirəm belə maraqlı suallarımızı cavablandırdığınıza görə. Studiyamızın qonağı Leyla Medical Center'ın gastroenteroloq endoskopisti doktor Anar Salayev ilə bağırsaq mikrobiotasının sağlamlığımızdakı böyük rolundan danışdıq və öyrəndik ki, daxili dünyamızdakı o kiçik canlıların balansı bizim bütöv sağlamlığımızın əsasıdır. Sağlam olmaq üçün təkcə nə yediyimizə deyil, bağırsaqlarımızın onu necə qəbul etdiyinə də diqqət yetirməliyik. Sağlamlığınızı problem böyümədən vaxtında qoruyun. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans Ambulansdır.